Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin ve ala alihi tahirinel masumin. Ve la'nu daim ala a'daihim ve munkiri fezailihim ve gasibi hukukihim ecma'in. Minel ana ila qiyami yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri. Ve ehlul ukdeten min lisani yefkahu kavli. Əyyam-ı Fatimiyyədir. Həzrət Fatimə Zəhra salamullahi əleyhanın şəhadət günləridir. Allah hər birimizə Peyğəmbərin, ailəsinin, əhl-i beytinin mərifətin nəsib eləsin inşallah. Biz keçən günlərdə danışdıq ki, xanım Fatimə Zəhranı tanımazdan öncə Peyğəmbəri tanımaq lazımdır. Peyğəmbərə etiqadi yöndən yanaşmaq vacibdir. Çoxları Peyğəmbər əleyhissalamın tarixin bəzi ilahiyyatçıdan, din xadimindən yaxşı bilir. Amma Peyğəmbərə mərifəti yoxdur. Peyğəmbəri tanımır. Peyğəmbəri olduğu kimi, Qur'anın təqdim elədiyi kimi tanımır. Və keçən günlərdə bu barədə ətraflı danışmışıq deyə o məsələyə mən qayıtmıram. Ki, Peyğəmbər özündən bir söz deməz. Peyğəmbərin danışdığı, din adına, Allah adına danışdığı bütün şeylərin hamısı vəhidir, vəhyə bağlıdır. Və qeyd elədik ki, xanım Fatimə Zəhranın barəsində Peyğəmbər buyurur ki, həqiqətən Allah Teala Fatimənin qəzəbi ilə qəzəblənir, Fatimənin razılığı ilə razı olur. Bu, Həzrəti Fatimə Zəhranın ilahi şəxsiyyətinə dəlalət eləyən bir kəlmədir. Biz əvvəldə sabit eləmişik ki, Peyğəmbər özündən bir söz deməz. Peyğəmbər nə desə hamısı ilahi vəhidir. Belə bir məqamda Peyğəmbər də buyurur ki, mənim qızım Fatimə Zəhra salamullahi əleyhanın razılığı Allahın razılığıdır. Qəzəbi Allahın qəzəbidir. Deməli, Peyğəmbərlə bərabər xanım Fatimə Zəhranın da ilahi şəxsiyyətinə biz diqqət eləməliyik. Deməli, bunun da Allah yanında xüsusi bir əhəmiyyəti və dəyəri var. İnşallah neçə gün görün fürsət olsa, qismət olsa, xanım Fatimə Zəhra Qur'an-ı Kərim ayələrində bəhs eləyəcək və xanım Fatimə Zəhranın Qur'an-ı Kərimində yeri barəsində söhbətimiz olacaq. Orada qeyd eləyəcək ki, xanım Fatimə Zəhranın evi sıradan bir ev deyildi. Qur'an-ı Kərim bu evə fərqli baxışdan baxır. Bu barədə qismət olsa növbəti günlərdə danışacağım. Amma bugün istəyirəm bunu deyəm ki, biz Peyğəmbəri, Peyğəmbərdən sonra Əhl-i Beytin mərifətinə sahib olmalıyıq. Bizim onlara mərifətimiz olmalıdır. Bəzən yanlış bir düşüncə var dindarlar arasında. Görürsən, rozələrdə, şeirlərdə İmam Zamanın zuhuru zamanı göstərilən önəmli işlərdən biri xanım Fatimə Zəhranın qəbrinin gizli olmasını aşkara çıxardacaq. Görürsən, deyirlər ki, Yəbnəl Həsən, hardasan, gəl, nənən Zəhranın qəbrini aşkar elə, onun üstündə günbəz tikək, məscid tikək, ziyarətgah olsun, xanımın da ziyarətgahına gedək. Bu gözəldir, amma unutmaq olmaz ki, bizim 12 məsum imamın qəbrinin yeri məlumdur. Biz onları ziyarət eləyirik, Allah hamısı arzusunda olanlara nəsib eləsin. Amma təkcə qəbrin olması, qəbrin yerinin aşkar olması kifayət deyil. O qəbir sahibinə mərifət önəmlidir. Bəqidə 4 imamın qəbrinin yeri məlumdur, amma o yerli cəmaatın böyük bir hissəsi, yerli idarə etmənin Əhl-i Beyt imamlarına mərifəti yoxdur deyə onların üstündəki tikilini söküblər, dağıdıblar. O qəbirləri yaxından ziyarət eləməyə imkan vermirlər. Onların mərifətsizliyidir. Deməli, ancaq İmam Zaman gələcək, xanım Fatimə Zəhranın qəbrini aşkar eləyəcək, adama sual verərlər ki, 12 dənə məsumun qəbrinin yerini bilirsən, səndə nə dəyişiklik olur? İkinci, xanım Fatimə Zəhra qəbrinin olmaması ilə 1000 ildir inqilab eləyir, düşmənləri rüsva eləyir. Və keçən söhbətlərin birində mən bu sözü demişdim ki, Əhl-i Beyt imamlarından da bu söz İnnə quburena fi qulubil muslimin, bizim qəbirlərimiz
müsəlmanların və möminlərin qəlblərindədir. Zahiri qəbirlə iş yola getmir, mərifət önəmlidir. Dünyada nicat tapanlar Əhl-i Beytə mərifətinə görə nicat tapıblar. Xanım Fatimə Zəhranın əzəmətinə bu kifayətdir ki, Həzrəti Adəm əleyhissalamın tövbəsi Həzrəti Fatimənin andı ilə qəbul olunur. Baxın, məsələ çox nə qədər önəmlidir. Məndən sizə bir tövsiyə, mən deyəndə ki, mən də böyüklərdən eşitmişəm, ariflərdən oxumuşam. Mühüm hacətlərimiz olan zaman Həzrəti Fatimə Zəhra salamullah əleyhaya təvəssül edək. Evlərimizdə Həzrəti Zəhranın adına işlər görülsün. Bunlar zəruridir, bunlar bizə qalacaq. Bütün sahib olduqlarımız, övladımız, malımız, əmlakımız bizi tərk eləyəndə bizə qalan olan Peyğəmbər Əhl-i Beyti olacaq. Həzrəti Adəm əleyhissalama nicat verən onun Peyğəmbər ailəsinə mərifəti idi. Quran-ı Kərim buyurur, فَتَلَقَّ آدَمْ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ. Həzrəti Adəm Allahdan kəlmələr öyrəndi və onunla tövbə elədi. Nə idi bu tövbə? Kimə, hansı kəlmələr idi? Çoxlu həm əhl-i sünnə, həm əhl-i şiə mənbələrində var ki, Həzrəti Adəm Allah'a Peyğəmbər və Əhl-i Beytinə and verdi. İlahi, sənə and verirəm axirə zaman Peyğəmbər Muhammedin hörmətinə. Sənə and verirəm onun qızı Həzrəti Zəhranın hörmətinə. Sənə and verirəm onun yoldaşı və vəsisi Əli ibn Əbi Talibin, balaları Həsən və Hüseynin hörmətinə mənim tövbəmi qəbul edin. Və Həzrəti Adəmin tövbəsi bu andlardan sonra qəbul olunur. Burada bir dənə şübhəni deyəcəm, onun cavabını verəcəm və elə bilirəm bugünkü söhbətimiz bu qədəri bəs eləyər. Bunun barəsində oturub sabah günorta namazına qədər düşünməyə kifayət qədər ciddi mövzudur. Ola bilər, indi bu sözü mən deyəndə insanın da zehninə gələ bilər. Kimlərsə də bu şübhəni ata bilər ki, Həzrəti Adəm ilkin bəşərdirsə, indiki nəslin birinci adamıdırsa, xanım Fatimə Zəhra və Peyğəmbər əleyhissalam 1400 il bundan qabağın adamıdır. Necə ola bilir ki, Həzrəti Adəm əleyhissalam hələ bunlar yoxdur, amma o onlara and verir və nəticədə duası, tövbəsi qəbul olur. Bizə irad eləyirlər ki, siz Peyğəmbər Əhl-i Beytin şişirdirsiniz. Siz Əhl-i Beytin barəsində, nauzubillah, Allaha aid olan sifətləri qərar verirsiniz. Görəsən, nə qədər doğrudur bu söz? Bunlara çox cavab vermək olar, amma onların bir dənə praktik cavablarından biri mən deyirəm, məndən xatirə qalsın. Yusuf surəsində oxuyuruq, İz qalə Yusuf li əbihi. Həzrəti Yusuf bir gün atasına dedi, İnni rəaytu əhədə əşərə kəvkəbən. Mən yuxuda gördüm 11 dənə ulduz və şəmsə vəl qəmər, günəş və ay, rəaytuhum li sacidin. Gördüm, bunlar mənə səcdə eləyirlər. Həzrəti Yaqub Peyğəmbərə Yusuf yuxusunu danışır ki, mən yuxuda gördüm 11 ulduz, günəş və ay mənə səcdə eləyir. Yaqub Peyğəmbər Yusufə buyurur ki, bu yuxu heç kəsə danışma, qardaşlarına danışma. Ola bilsin həsəd eləyərlər, qəlblərinə kin düşər, səni incidərlər. Üstündən illər keçir. 40 il keçir üstündən. Həzrəti Yusuf artıq Misrin əzizidir, Misrin hakimidir və qardaşları, atası və anasını Misrə dəvət edir. Gətirir bunlara öz yanında yer verir, əyləşdirir. Yusuf surəsi 100-cü ayədə oxuyuruq. Və rəfə əbəveyhi aləl-ərş və xarru ləhu succədən. Gəldi ata-anasına öz yanında yer verdi, onlar səcdəyə qapıldılar ona. Və qalə, Həzrəti Yusuf dedi, ya əbəti, haza təvilu rüya min qabl. Dedi, bax bu mənim əvvəl gördüyüm yuxunun təvilidir, açıqlamasıdır. Ki, günəş və ay, sən və anam, 11 dənə ulduz da mənim qardaşlarımdır. Ki, gəldiniz indi mənim qarşımda səcdə edirsiniz. Bu həmən o yuxuda ki, mən görmüşdüm,
uşaq idim hələ ki 11 ulduz, günəş və ay mənə səcdə eləyir. İndi bu hadisə mənə o yuxunu xatırlatdı. Demək elə yuxumun yozumu bu imiş. Baxın, hadisəyə diqqət eləyin. Hələ Yusif peyğəmbər deyil. Hələ heç Yusifin ağlından belə keçmir ki, mən gedəcəm Misrin əzizi olacam, Misirdə hakim olacam. Eləcə də Yusifin hələ bu hissət yoxdur ortalıqda. Amma Allah müəyyən işarətləri və həqiqətləri Yusifə göstərib. 40 ilin tamamında 40 il bundan qabaq gördüyü yuxu reallaşır. Belə olan halda Allah eləyə bilməzdimi ki, Peyğəmbər ailəsinin misalın, nurun Həzrəti Adəmə deyək ki, məsələn 5000 il əvvəl göstərə və 5000 ildən sonra onlar özləri vücuda gələlər və cəmaət tanıyır ki, həqiqətən Adəm bunlara and verdi və bəlalardan nicat tapdı, bədbəxtlikdən nicat tapdı. Görürsünüz, düşünüləsi mətləbdir. Düşünün, çox da izah eləməyə ehtiyac görmürəm, lüzum görmürəm. Amma Həzrəti Zəhranın, eləcə də Peyğəmbər Əhl-i-Beytinin fəzilətinə dəlalət eləyən ən mühüm məqamlardan biri budur. Həzrəti Adəmin tövbəsi, duaları, sızıltısı Peyğəmbər ailəsinə və o ailənin içərisində də xanım Fatimə Zəhra mehvər olmaqla duaları qəbul oldu. Tövbəsi qəbul oldu. İztirabdan nicat tapdı. Bu, xanım Fatimə Zəhranın fəziləti üçün növbəti dəyərli bir Quran-ı Kərimdən nümunə idi. Allah Həzrəti Zəhra ehtiramına sizdə bizdə hər birimizin dünya axirət müşkillərimizi asan eləsin. Bismillahirrahmanirrahim. İnna a'teynakal kevsar və salli li rabbika vanhar. İnne şaniyeke huvel abtar. Sadaqallahul aliyyul azim.